Necə oldu ki, Əliyevlər ailəsi bu milləti 44 il idarə edə bildi? Və necə olur ki, bu işğal hələ də davam edir? Bu suallara hər bir vətəndaşımızın onlarla cavabı ola bilər. Bəlkə də daha çox. Amma doğrudanmı biz həqiqi cavabı bilirik? İmam Mustafayev və Vəli Axundov kimi şəxsiyyətlərdən sonra Heydər Əliyevin Azərbaycanın başına gətirilməsində sizcə bir sirr yox idimi? Tarixə xüsusi vaxt ayırmaq istəmirəm, amma bunu dəqiq bilirəm ki, Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsi Kremlin Bakıda baş verənlərdən ciddi narahatlığından irəli gəlirdi. Bu narahatlığın söykəndiyi hadisələr isə Azərbaycanda milli düşüncənin düzərməsi və özünə qayıdış tendensiyası idi. Heydər Əliyev önə çıxarıldı və Azərbaycan kommunistləri sistemindən 80-ci illərin Polşa elitasına bənzəyəcək bir elitanın çıxmasına mane oldu. Heydər Əliyev rəhbərlərin görmək istədiyini göstərməkdə, duymaq istədiklərini deməkdə əvəzsiz bir adam idi. Kreml isə Azərbaycan haqqında yaxşı heç nə eşitmək, Azərbaycanda yaxşı heç nə görmək istəmədiyini Heydər Əliyev rəhbər təyin etməklə bəyan eləmişdi. Əliyevin sosial-siyasi cərrahiyyəsinin başlıca addımları çox qabarıq şəkildə görünürdü. O, əti yarır, damarları kəsib düyünlüyür və yaranı da çox kobudluqla tikirdi, göz dağı vermək üçün. Özünü Azərbaycan elitası və aristokratiyasına mənsub bilən elə bir ailə yoxdur ki, Əliyevin kör ülgücünə tuş gəlməsin. O, Moskvadan deyildiyi kimi də edirdi, hər əməliyyatın mütləq verdiyi bir dərs olmalıydı. Onun milli məsələyə bu cür aqressiv yanaşmasının elə də dərin bir sirri yoxdur. Sadəcə milli mənsubiyyət məsələsi onun üçün açılması arzu olunmayan mövzu idi. Bu, sadəcə paxıllıqdan doğan qisasıdır. Ona görə də o, bu əməliyyatlara canı, qanı ilə girişirdi. Onun bütün yaxşı işləri özünün, pis işləri isə Naxçıvanlı və Ermənistanlıların ayağına yazılırdı. Tayfa və qəbiləyə qədər milləti parçalamaq əsas məqsəd idi, tikə-tikə doğramaq. O bunu tam olmasa da bir xeyli bacardı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə bu məqsədlə qayıtdı. Arada cızığından çıxmış milli hisslərini özünə qaytardı. Ayılmaq istəyən milləti yerində otuzdurmaq üçün. Bunu da uğurla bacardı. Azərbaycan xalqını Sovet hökumətinə qarşı qaldıran liderlər onu həmin sistemin vurulmuş bir generalından qoruya bilmədilər. Əbülfəz Elçibəy alim idi. Millətin böyük hədəflərini bilirdi. Heydər Əliyevin də hədəfləri vardı. Amma bu hədəflərin millətin mənafeylərinə heç bir aidiyyəti yox idi. Moskva onun idarəçiliyindəki müstəqil Azərbaycanı öz müstəmləkəsi sayırdı. Heç səhv etmirdi də. Çünki Heydər Əliyev də özünü mənəvi baxımdan Kremldən ayrı hiss etmirdi. O, qərblə bütün yaxınlaşmalarını da məhz Moskvaya daha baha etmək kimi görünməyə hesablayırdı. Naxçıvanda müxalifətdə ola-ola o zamanın məşhur proqramı 215K ilə müsahibəsində hakimiyyəti tənqid edərək deyirdi: Azərbaycan xalqı şükür nemət xalqdır. Nə versən kifayətlənir, şükür edir. İndiki rəhbərlər də onu qiymətləndirmirlər. Əliyev özünü ifşa etmişdi, amma kimsə buna fikir vermədi. O, xalqı idarə etməyin dırnaq arasında yolunu göstərmişdi. Xalqa məxsus hər şeyi alacaqsan, sadəcə biraz verəcəksən ki, şükür etsin. Hakimiyyətə gələndə də belə etdi. Onun üçün başlıca tezis, kriteriya bu idi. Azın strategiyası olmaz. Heydər Əliyev insanların başını qarnına qatmışdı. Çünki az adam nə torpaq tələb edər, nə də tapdanan haqqını. Onun başlıca məqsədi xalqa bu mesajı vermək idi ki, siz başınızı saxlayın, mən də dövlət işləri ilə məşğul olun. Xalq da başını saxlasın, atalar sözünü xatırlayıb rəhbərin müdrikliyinə həsəd apararaq bir parça çörək müharibəsinə yollandı və bir daha başqa bir müharibə və mücadilə barədə düşünməyə vaxtı olmadı. Heydər Əliyev mən ilhama özüm kimi inanıram deməklə gələcəyin də müjdəsini verdi. O artıq Nostradamusa da etibar etmirdi, hər şeyi özü müjdələməli idi. Çünki şəxsiyyətə pərəstiş nəticəsində ona Allah, Peyğəmbər deməkdən çəkinmədikləri halda onun sözü Nostradamusun sözlərindən daha mötəbər idi. Başı kəsilən xalq iliyinin vurulmasına necə itiraz edə bilərdi ki? Heydər Əliyev Azərbaycan dövlətçiliyinin başını kəsmişdi, özü də Rus qülləsinə. Bunu hamı aydın dərk edirdi. Siyasi intellektuallar onun komandasından kütləvi istefa verdilər. Onlar hakimiyyətin artıq xanedanlığa çevrildiyini görürlər. Heydər Əliyev isə əslində məqsədinə çatırdı. O, öz oğluna düşünən bir komanda miras qoya bilməzdi. Azacıq düşünənlər
sonra türmədə görüşdülər zaten. Heydər Əliyev üçün yaxşı icraçılar lazımdır. İdeya isə xaricdən gələcəkdi, Moskvadan və hətta Moskvanın qidalandığı bir yaxın şərq şəhərindən. Azərbaycan xalqı haqqında isə heç bir plan yox idi. Çünki xalq Əliyevlərdən əlini üzmüş, Əliyevlər isə xalqla vidalaşacaq durum yaratmamışdılar. Çünki xalqla bir araya gəlməyi düşünməmişdilər. İlham Əliyev daha dərinə getməli idi. Bu işin qaydası da belədir. Yayı daha çox sıxmasan deyirlər ki, gücsüzdür. O isə var olanlarla bir müstəvidə oynaya bilmədiyini düşündüyündən qərar qəbul elədi ki, ölkədəki bütün alternativləri məhv eləsin. Adam yoxdur, problem də yoxdur. Stalinizm 2-ci Əliyevin başlıca iş metodu idi. Bəziləri məni 2-ci Əliyevlə Stalini müqayisə etməkdə ittiham etməyə heç cəhd göstərməsin. Bu, personaların deyil, üsulların təkrarıdır. İlham Əliyev əlindəki yayı sona qədər sıxdı. İndi onu olduğu kimi əlində saxlamalıdır. Amma fizikanın qanunları kimi siyasətin qanunları da sərtdir. Bu sərt qanunlara görə isə o artıq uzun müddət bu yayı belə saxlaya bilməz. Əllər əsəcək. Onun əllərinin əsdiyini isə yaxınındakılar daha yaxşı görür. Sizcə sadəcə mövzu üçünmü bir hakimiyyət komandasından 3 ayrı-ayrı şəxsin namizəd olacağına dair fikirlər səslənir? Qətiyyən. İndi heç kim, xüsusilə də xeyli varidat yığmış ailələr istəmir ki, İlham Əliyevin əsən əllərindən yerə düşsün. Özü əzilsin, sərvəti isə dağılsın. Ona görə də hər şey tarixin qaydalarına uyğun baş verir. Tarix isə sübut edib ki, sağ ikən əvəzləyicisi axtarılan heç bir kralın sonu yaxşı olmayıb.